Əgər sizdə də bel, boyun, kürək nahiyəsində ağrılar, ağrıların qollara, ayaqlara yayılması, qollarda və ayaqlarda iynələnmə hissi, gücsüzlük kimi şikayətlər varsa, bu zaman fəqrarası disk yırtığından şübhələnməlisiniz. Fəqrarası disk yırtıqlarının yaranma səbəbi oturaq həyat tərzi, onuğaya düşən yükün artıq olması, yaşla əlaqədar disklərin degenerasiyası, travma kimi səbəblər aiddir. Maqnit rezonans tomoqrafiya müayinəsi fəqrarası disk yırtıqlarının təyin edilməsində qızıl standart müayinə metodu sayılır. Bu müayinə ilə diskdə baş verən morfoloji dəyişikliklər, eləcə də yırtıqların tipi, protruziya, sekvestrasiya, ekstruziyanın olması, eləcə də onuğa beyin kanalında daralmaların, fəqrarası dəliklərin daralmalarının təyin olunması mümkündür. Ayrıca bu müayinə ilə yırtıqların yerləşmə yeri, sinir köklərinə olan kompressiyanın dərəcəsi təyin olunur. Əgər sizdə də bu kimi şikayətlər varsa, maqnit rezonans tomoqrafiya müayinəsindən keçib diaqnozunuzu dəqiqləşdirə bilərsiniz.